2 otaq tam təmirli, əşyalı bir mənzil sizlərə təqdim edəcəm. Alıb yaşaya bilərsiniz, icarəyə verə bilərsiniz. Evdə nə görürsünüzsə hamısı qalır. Paltaryan, soyuducu, televizor, kondisioner, yumşaq mebel dəsti, yataq dəstləri, yəni hər şey mənzildə qalacaq. Mənzili yalnız ev sahibi fərdi əşyalarını, yəni paltarını, qab-qacağını götürüb mənzildən çıxır. Xaricdə yaşayır, onun üçün mənzili satır, yatırım etmək məqsədilə. Mənzilimiz yerləşir Yeni Yasamalda, Bravo Market McDonald's-un tam qarşısında. Yeni tikili 19 mərtəbəli binanın 8-ci mərtəbəsindədir. Qarşısı açıq, gün düşən bir mənzildir. İnşaatçılar metrosu istiqamətinə baxır. Giriş hissədən mənzili təqdim edək. Deməli, burada mənzilimizin giriş qapısı yerləşir. Baxın, bu şəkildədir giriş qapısı. Daxil olduq. Bu şəkildə bir dəhliz hissə yerləşir. Sağda belə bir tam boy güzgü yerləşdirilib. Bu hissədə geniş bir dərin dolab hissə var. Baxın, bu şəkildədir. Gördüyünüz kimi. Qonaq otağımız, yataq otağımız, mətbəximiz və sağ hissədə isə sanitar qovşağı yerləşir. Gəlin sanitar qovşağını göstərək sizlərə. Burada sanitar qovşağımız yerləşir. İçəridə duş kabini isə lazım olan santexnik əşyalar da tam şəkildə təsis olunub. Mənzilimizin ümumi sahəsi 78 kvadrat metrdir. 77 nöqtə neçədir? Baxın, bu şəkildədir. Qanuni 2 otaqdır, privet olmayıb. Mətbəx hissəmizdir. Mənzildə müəyyən müddət yaşayış olub. Hal-hazırda ev sahibi xaricdə yaşadığı üçün evdə yaşayış yoxdur. Açar da bizdədir. Qarşısı bu şəkildə açıqdır. Baxın, gün düşəndir. Birbaşa İnşaatçılar metrosu istiqamətinə baxışı var. Piyada 7-8 dəqiqə belə məsafədə rahatlıqla metroya gedə bilər və yaxud da ki, 77 nömrəli avtobusa minib 2 dayanacaq əsasında daxil olmaq olar metroya. Soyuducu, elektrik peçi burada qalır. Ev sahibi yalnız buradan qab-qacaqlarını götürəcək. Paltar yuyan qalır. Lazım olan aksesuarlar da yerləşdirilib. Bunlar da mənzildə qalacaq. Yəni bu şəkildə. Keçək burada mənzilin yataq otağına baxaq. Baxın, yataq üçün lazım olan hər bir dəst var. Orta segmentli əşyalardır. 3 qapılı belə bir siyirməli dolab hissəsi. Baxın, gördüyünüz kimi kifayət qədər genişdir. Make-up masası, yataq küncləri hamısı tam şəkildə yerləşdirilib. Burada eyvan hissə yerləşir. Baxın. Eyvanda isə qaz sayğacımız, məhəccər qoyulub təhlükəsizlik üçün. Tozlu olduğu üçün eyvana çıxmırıq, yaşayış olmadığına görə. Mənzilimiz qeyd etdiyimiz kimi 19 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. 78 kvadrat ümumi sahədir, qanuni 2 otaqdır. Bura isə mənzilimizin qonaq otağıdır. Burada da gördüyünüz bütün əşyaları qalır. Yəni lazım olan əsas kondisionerdir, televizordur, divandır. Yemək masası var, amma oturacaqları yoxdur. Mənzil haqqında ümumi məlumatı verirəm sizlərə. Mənzilimiz Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin girişində, Bravo Market və McDonald's-un tam qarşısında 19 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. 78 kvadrat ümumi ölçüyə malikdir. Bina geniş həyəti var, 2 mərtəbəli dayanacağı var, 2 sürətli lifti var. Mənzil özü orta mənzildir. İstilik sistemi fərdi olaraq kombidir. Qaz, su, işıq təminatı fasiləsizdir. Bina kompleks olaraq çıxarışlı kompleksdir. Yalnız bu blok, yəni müqavilə sənədi ilədir. Yaxın vaxtlarda çıxarış da veriləcək. Qiymət 185 min manatdır. Alqı-satqı rüsumu ev sahibi tərəfindən ödənilir. Qiymətdə endirimdə cüzi endirim olunacaqdır. Açar bizdədir. Mənzilə əyani şəkildə də baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə görüşənədək Allah alana və satana xeyir versin. Sağ olun, salamat qalın.